Məsəl üçün, bayaqdan danışdığınız, ünsiyyət etdiyiniz insanla sağollaşırsınız. Bunu rus dilində hansı variantda istifadə edərsiniz? Bu dəfə danışacaq görüşmək fe'lini istifadə edərək bu üç cümləni gəlin öyrənək. Sabah görüşərik. Увидимся завтра. Axşam görüşərik. Увидимся вечером. Bugün görüşərik. Увидимся сегодня. Deməli, увидимся görüşmək deməkdir. Və yanına nə zaman görüşəcəyiniz haqqında sözü əlavə edirsiniz və bu qədər asan. Пока sözünü hamı bilir. Amma bunu öyrənin ki, daha zəngin danışa bilərsiniz. 11 illik müəllimlik təcrübəsi olan bir müəllimə kimi bu günə kimi hələ öyrədə bilmədiyim şagird olmuyor. Yetər ki, siz mən də öyrənə biləcəm, məndə də alınacaq sözlərinizi beyninizə yedizdirin. Əgər siz görəsən məndə alınarmı, görəsən mən bacararamı, artıq heç prop etmədən beyninizə yedizdirmişsinizsə, sizə heç kim kömək edə bilməz. Hər şey sizin əlinizdədir. Güvənin mənə, başlayın və görün necə öyrədirəm. Əgər imkanınız yoxdur, həvəsiniz varsa, onda sadəcə ikinci kitabımı, danışıq kitabımı əldə edin. Sizi tez bir zamanda sıfırdan B2 səviyyəsinə kimi rus dili biliyinizi qaldırın. Yəni o kitabın sayəsində sən də rus dilində rahat danışa bilərsən. Garanti 100%.